Təpə bucağı 40 dərəcə olan bərabər yanlı üç bucağın oturacağının çəkilmiş hündürlüyü ilə yan tərəfə çəkilmiş tənbəllər arasında qalan bucağı, iti bucağı tapın. Deməli, biz üç bucağımızı çəkək. Bu bərabər yanlış bucaq. Biz bilirik ki, bərabər yanlış bucağın yan tərəfləri bərabərdir və oturacağı bitişik bucaqları bərabərdir. Təpə bucağı 40 dərəcədirsə, onda oturacağı bitişik bucaqlar 70 və 70 dərəcə olur. İndi bizə nə deyir? Oturacağı çəkilən hündürlük. Oturacağı çəkilən hündürlük bərabər yanlış bucaqdır. Həm hündürlükdür, həm tənböləndir. Deməli, təpə bucağı yarı böləcək olacaq 20 və 20. İndi biz deyirik yan tərəfə çəkilən tənbölən. Biz yan tərəfə də bir tənbölən çəkək. Tənbölən nə idi? Bucağı yarı bölür. 70-dirsə onda bura olur 35, burada olur 35. Və bu ikisinin arasında qalan iti bucağı taplayır. Baxın, buranı təplayır. Bura bir beta qoysam, burada düz bucaqlı üç bucaq alındı. Deməli, düz bucaqlı üç bucaq iti bucaqların cəmi 90 dərəcədir. Yaza bilərəm. Beta plus 35 bərabərdir 90. Beta da bərabər 90'a 35 çıxsaq 55 dərəcə. İndi bizdən bunu soruşur. Cavab 55 olacaq.